bilirəm. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: Doğru danışanlarsınızsa, bunların adlarını mənə deyin. Onlar dedilər: Sən pak və müqəddəssən. Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur. Həqiqətən sən bilənsən, müdriksən. Allah dedi: Ey Adəm, bunların adlarını onlara bildir. O bunların adlarını onlara bildirdikdə, Allah dedi: Mən sizə demədim ki,